Hər vaxtınız xeyirli, uğurlu olsun. İdeyadan Uğur adlı podkastımızda sizi xoş gördük. Xatırladım ki, verilişimizin baş sponsoru Cibar platformasıdır. Biznes dünyasında hər şey sürətlə dəyişir. Amma bir problem hələ də aktualdır. Doğru biznes tərəfdaşı tapmaq, etibarlı təchizatçı seçmək və bunun üçün vaxt itirmək. Yerli bazar bir nöqtəyə qədər aparır. Amma beynəlxalq bazar düzgün əlaqə olmadan çətinləşir. Məhz bu nöqtədə Cibaro köməyinizə çatır. Cibaro şirkətləri yerli və beynəlxalq bazarlarda birbaşa bir araya gətirən B2B platformasıdır. Burada təsdiqlənmiş profillər etibarlı tərəfdaşlıq deməkdir. Cibaro platforması vasitəsilə şirkətlər satın alma elanları paylaşır, məhsul və xidmətlərini tanıdır, hərraçlar təşkil edir, qlobal tərəfdaşlıqlar qurur və vakansiyalar yerləşdirirlər. Vasitəçisiz B2B əlaqələrlə vaxta və xərclərə qənaət edirsiniz. Cibaro biznesinizi qlobal bazara daşıyan platformadır. İndi cibaro.com-a qoşulun və biznesinizi qlobal bazara çıxarın. Digital Gateway to Global Supply. Qlobal təchizata rəqəmsal keçid. Qonağımız Amerika Birləşmiş Ştatlarında Diaspora Təşkilatının rəhbəri Nigar Şıxsəfiyevadır. Xoş gəlmisiniz Nigar xanım. Xoş gördük Elnara xanım. Təşəkkür edirəm dəvətimizi qəbul etdiniz. Sizi görmək çox xoş oldu. Mən təşəkkür edirəm ki, məni dəvət etdiniz. İlk sualımız, Nigar Şıxsəfiyeva kimdir? Nigar Şıxsəfiyeva əslində Nigar Nizamdır. Çünki ondan öncə Nigar Əliyeva idi. Hazırda Nigar Şıxsəfiyevadır. Şıxsəfiyeva daha çox mənim üçün hüquqi müstəvidən kimliyimdir. Eləcə də ondan öncəki Əliyeva. Sadəcə Şıxsəfiyevanın özəlliyi və müqəddəsliyi odur ki, bu artıq yeni kökdən yaranmış bir mənim üçün daşıdığım soyaddır. Amma Nigar əslində kimdir deyə soruşsaz, Nigar Nizamdır. Həmən Nizam kökü də məni böyüdüb başa çatdıran mərhum babamın adından gəlir kökü. Çox sağ olun. Nizaməddin Ağamuradov, sosialist əmək qəhrəmanı, zamanında millət vəkili olmuş. Deyərdim ki, dahi şəxsiyyət, ən az mənim üçün bu belədir. Və mən artıq 10 ilə yaxındır, 10 ildən çoxdur ki, Nizam ləqəbini öz yazılarımda, fikirlərimdə, çıxışlarımda və ümumiyyətcə ictimai sosial həyatda o ləqəblə tanıyırlar məni. Və Nigarı məndən soruşsaz, mən onu daha çox Nizam kimi hiss edirəm. Çünki Nizam sözündə mənim daxili sütun xarakterim və kompasım var. Nizam, intizam, səhman. Nigar xanım, rəhbərlik etdiyiniz Diaspora təşkilatından bağlı istəyərdim ki, ətraflı məlumat verəsiniz. Mən əslində elə də uzun zaman deyil, 2 il öncə köçmüşəm Amerika Birləşmiş Ştatlarına və Kolorado ştatında məskunlaşmışam, orada yaşayıram. Elə bizim növbəti yaşa görə götürsək ən sonuncu, ən gənc Diaspora təşkilatını da orada qurmuşam. Təsisçisi və rəhbərim mənəm, amma Diaspora fəaliyyətini mən bir titul kimi yox, daha çox missiya kimi hiss edirəm öz üzərimdə. Hələ də diaspora fəaliyyətinin nə olduğunu tam dərk etməyən insanlar var. Öncəliklə bu ifadəyə aydınlıq gətirmək istəyirəm. Zənnimcə diaspora digər millətlər arasında bizim sözü gedən, yəni Azərbaycan millətinin ən parlaq, ən bariz təmsilçiliyinin nümunəsidir. Bu fəaliyyətə indiki dövrdə qətiyyən barmaq arası yanaşmaq olmaz. Çünki istər iqtisadi cəhətdən, istər ələxüsusda beynəlxalq müstəvidə, diplomatiya nöqteyi nəzərdən, istərsə də milli mənəvi irsimizin qorunması baxımından deyərdim ki, ən böyük sözün yaxşı mənasında həm alətdir, həm açardır, həm məfhumdur. Ən önəmlisi bu fəaliyyətdə həmən o missiyada duyduğum öncəlikli amal birlik ruhunu və komanda işini həm bərpa eləməkdir, həm də təmin etməkdir. Xüsusən də Amerika kimi çətin bir müstəvidə. Qeyd etdiniz ki, 2 il öncə köçmüsünüz Amerika Birləşmiş Ştatlarına. Yaxşı, bəs öz vətənimiz, bu cür istedadlı bir xanım, necə oldu? Bax, hər şey bir anda buraxıb getmək. Sizi kimi kadrlara, sizin kimi insanlara ehtiyacımız olduğu anda necə getdiniz Amerika? Niyə məhz Amerika? Çoxları bilir ki, sir deyil. Mən ailə qurub getmişəm. Daha doğrusu ailə qurduğum üçün getmişəm. Və hər zaman da bu mövzuda çox böyük
iddialar edirdim. Ona görə üzü 30-a getdikcə artıq o iddialardan vaz keçmişəm ki, mən heç vaxt vətənimdən köçmərəm. Bəli. Bu uğursuz insanların imzasıdır kimi gəlirdi mənə. İndi tam əksini gördüm, yaşadım və artıq bunu iddia edirəm, çünki bunu təcrübədə gördüm. Ondan öncə yaşamamışdım, çünki jurnalist olmağımla yanaşı həm də gənc məmur sayılırdım və çox erkən yaşlarımdan başlamışdı bu. Onu deyə bilərəm ki, çox ani oldu. Düzdür, hamısı uğurun fonundaydı. Bir vəzifədən sonra digər vəzifəyə, sonra tamamilə dəyişən bir məcra cığır. Elə gedən kimi də diaspor təşkilatı yaratdım. Sağ olsun həyat yoldaşım da buna izin verdi. Qərib ölkə, öz sevdiklərinizi, məsələn, ana, ata, öz doğmalar, dostlarınız, bunları buraxıb getmək. Mən başa düşürəm, ailə həyatı özəl bir şeydir, gözəldir hətta. Amma bir razı sala bilmədiniz bizim yeznəmizi ki, gəlsin bura. Təəssüf ki, razı sala bilmədim. Bu da onun həm işləri ilə bağlıdır, həm də ki, məni daxilən inandırdı ki, sən orada da uğurlu ola biləcəksən. İstəyərsən beynəlxalq müstəvidə, istəyərsən özəl sahədə, istəyərsən Amerika dövlətində, dövlət qulluğunda və s. Və onun o inamı, o sütunu əslində mənə ən böyük dəstəyi verdi. Nigar xanım, hər zamanmı hədəflərinizə doğru gedirsiniz, yoxsa bir məsləhətləşirsiniz, daha dərindən düşünüb elə addımlar atırsınız? Çünki çox məsuliyyətli bir iş peşənin sahibisiniz hal-hazırda. Deməzdim ki, heç məsləhətləşmirəm, amma nə özüm çox sorulmadığı müddətcə məsləhət verməyi sevmərəm, nə də o sorulmadığı təqdirdə pulsuz verilən məsləhətləri adətən qəbul etmirəm. Amma tövsiyələrə hər zaman qulaq verərəm. Böyüklərdən, şəxsiyyətinə, işinə, peşəsinə hörmət etdiyim insanlardan. Yekun ünvanda, ancaq günün sonunda yenə də qərarı çalışaram ki, özümlə təklikdə verim. Məsuliyyətli iş rejimi sizi yormur ki? Zaman-zaman həm fiziki, həm əqli yoruluram hər kəs kimi. Ancaq dediyim kimi o müəyyən müdriklik səviyyəsinə çatarkən deməzdim, artıq yaxınlaşarkən belə müəyyən anlarda tükənmişlik sindromunu hiss edirsən, gözləmirsən ki, dəhlizdən içəri girsin, hələ qapıdaykən, yaxınlaşarkən artıq özündə fasilə verməyə bacarırsan. Biz düşünürük ki, insanın beyni 7-24 fasiləsiz çalışa bilər. Bu əslində belədir, amma daha çox yorulan ruhdur insanlardan, bu qədər kommunikasiyadan, müraciətlərdən, sorğulardan, qayğılardan. O anda bir balaca fasiləni artıq özümə icazə verirəm və o yorğunluğu əvvəlki kimi özümün zəif nöqtəsi və yaxud da mən bugün durdum deyə nəsə onlardan çəkinərək, biraz da temperament olaraq o deyirlər, bir əlində 5 qarpız. Məndə hər barmağın ucunda bəlkə 3-4 dənə qarpız durarkən mənim beynim daha yaxşı işləyir. Bu normaldırmı, anormaldırmı? Hər şey nisbi olduğuna görə və normalın hələ də harda, necə, kimdə, nə cür və niyə olduğunu bilmədiyimizə görə mən bilmirəm bu nə dərəcədə normaldır ya anormaldır, amma mən buyam və bunda mənəm, belə deyim. Çünki dayananda o boşluq, bekarçılıq dediyimiz məni daha çox yorur. Həm fiziki, həm mənəvi, həm əqli, hər cürə. Nigar xanım, qeyd etdiniz ki, siz gənc yaşlarınızda məmur olmusunuz. Hansı qurumda çalışmısınız? Danışa bilərsiniz o haqda mənə biraz. Hə, danışaram. Necə oldu? O hisslər, duyğular, oradakı addımlarınız, mübarizəniz mi deyim? Hər halda hər şey. Yəni bir məmur, Azərbaycanda bir məmur gənc qız. Dövlət qulluğu, müəyyən bir imtiyaz məni bir balaca azdırdı deməyəcəm də, ilk qabağıma çıxanı seçdim. O da Ədliyyə Nazirliyi oldu, hüquq mühafizə orqanı. Qətiyyən peşman deyiləm. Ümumiyyətlə mənim karyera və təhsil yoluma baxsaz, hərəsi bir dərədəndir. Mehmat tələbəsi, daha sonra Ədliyyə Nazirliyinin kərgüzar olmadan birbaşa inzibati məsləhətçisi, ondan sonra prezident aparatında, Şuşa qoruq idarəsində mer köməkçisi, ondan sonra diaspora
fəaliyyəti. İnşallah. Bunların hamısı işdir, peşədir, gücdür, amma vəhdəti təşkil edən bir sənət var, o da jurnalist. Harda yazılıb ki, riyaziyyatçı jurnalist ola bilməz. Hətta belə bir yüksək iddialarımdan da biri var idi ki, jurnalist mehmatda çətin baş çıxartsın, amma ali riyaziyyatçı jurnalist də ola bilər və bu onda yaxşı alına bilər. Eynən Ədliyyə Nazirliyində də məni bağlayan nöqtə oldu mətbuat xidməti. Şuşa meriyasında da əslində ictimaiyyətlə əlaqələr idi. Düzdür, çox az xidmət etdim, cəmi 2 ay və bu sənətin vasitəsilə gəldim, çıxdım ictimaiyyətlə əlaqələrə. Necə ki, mehmat mənə həyatda düşüncə tərzini bəxş etdi. Halbuki mən onu həyatda demək olar istifadə etmirəm. Eləcə də ədliyyə mənə dövlət qulluğunu tanıtdı. Amma bir sözü həmişə deyirəm ki, və bu təkcə Azərbaycana özəl deyil, mən bütün şərq ölkələrinə aid edərdim ki, valideynlərə səslənirəm. Buna hazır olmaq lazımdır mütləq şəkildə. Yəni gedim baxım görüm yox, öncədən bunun qərarını verməlisən. Və hüquq mühafizə orqanından başlamaq əslində çox böyük bir məktəbdir. Ondan sonra sənə diplomatiya bir içim su kimi gəlir. İş xanımı və ailə həyatı necə balanslaşdırırsınız? Bir də elə böyük bir ştatda qalırsınız. Məsələn, uşaqla da məşğul olmaq, onun dərsləri var, yəqin ki, bir bağçaya gedir. Necə bunları balanslaşdırırsınız? Bir tərəfdə işiniz. Burada çox ibrətamiz bir cavab verə bilməyəcəm. Çünki ocağımız da çox yenidir, kəndi 3 illikdir, onun bəhrəsi də hələ çox körpədir. Amma absolutları çox sevmirəm, amma burada absolut bir cavab verəcəm ki, çox çətindir. Nöqtə. Yəni bunun duzu istiyotu, aşağısı, yuxarısı bəzəməsi yoxdur. Və elə sualınızın kökündə onun artıq cavabı var ki, balans bir mənalı şəkildə. İşdə də balans, ailədə də balans və burada əslində yenə qayıdıram tövsiyəyə vermək çox çətindir. Çünki həmin o balansın çaları da hər kəsdə çox individualdır. Bəzən iş xanımlarına, siz məni çox yaxşı anlayarsınız bu mövzuda, kənardan baxırlar, bir növ el arasında desək bəxtəvərçilik girir meydana ki, köməkçi var, filan var, 5 məkan var, bəlkə kapital var, bəlkə artıq mövcud bir məsələn, mənim üçün tez-tez deyirlər ki, image var, ona görə onu Amerikada etmək rahat olub və yaxud da yoldaşının dəstək olub. Əslində bunların olması pis deyil və mən deyərdim ki, dəstəkdən çox maneədir. Çünki insan o çətinliklə uzlaşanda gerçək yolu daha tez tapa bilir, nəinki əksi. Ondan da başqa heç bir şəkildə o balansı qorumaq necə də sənin alətlərində olsa asan deyil. Balansın çətinliyi ilə balansın özündədir. Həm işdə gərəklidir, həm ailədə gərəklidir, həm də düşünün ki, onların arasında qurulacaq körpüdə o artıq 2 qat, 3 qat, 10 qat olmalıdır. Nə qədər alınır bilmirəm, amma ən azından çalışıram və bu iki sütun arasında ailə bir prioritet deyil. Olmamalıdır. Ümumiyyətcə konkurensiyada deyil bu iki sütun. Məlum məsələdir ki, artıq nəyi birinci, nəyi ikinci yerə qoymağımız aşkardır. O balansı da zamanla yaradırsan. Əgər balansı yaradacağına özünü əmin və hazır hiss etmirsənsə, artıq o ikinci yerdə gələn məsələni prioritetə salmaq olar. Yox, ilk növbədə sənin üçün ailədirsə, bir də stereotiplərdən biri də klişe səslənsə də düşünülür ki, ailədə huzuru olmayanlar daha çox özünü işə həsr eləyir. Bəli, belə fikir var. Mən şəxsən elə düşünmürəm və öz təcrübəmdə də bu belə deyil. Orada nə qədər huzurluyamsa, burada faydalı iş əmsalım yüksəkdir. Eynən. Orada biraz qayğılıyamsa, introvert tərəfim gəlir meydana, mən biraz qınıma çəkilirəm. Bayaq da dediyim kimi artıq yorulmağı və fasiləni özümə icazə verirəm, bir müddət sonra yenidən qayıdıram. Mənim fəlsəfəm hardasa 20 yaşlarında formalaşdı. İstəmədən də olsa toxunacağam bu mövzuya. Başlığı hər ikimizə aid olacaq. Amma bu mənim həyatımın gerçəyidir. Ona görə fəlsəfəmi soruşursunuzsa, hələ formalaşır və mənə elə gəlir ki, bu sonsuz bir prosesdir. Həyatı və özünü dərk prosesi mənim üçün fəlsəfədir. Ona görə mən qayıdıram o günə, o gecəyə. Həm sipərimi, həm dayağımı itirdiyim
gün baş verib bu. 20'li yaşlarda mən avtomatik özümü 40-50 yaşlarda daxilən hiss etməyə başladım ki, uşaqlıqdan bu proses məndə gəlirdi hər zaman. Deyilirdi ki, baxışı yaşına uyğun deyil, danışığı, düşüncəsi, oturuşu, duruşu. Hər zaman mən və bioloji yaşım tərs mütənasiblikdə gedib. Və fəlsəfə də formalaşırdı əslində erkən yaşlardan, amma möhrü həmən gecə qoyuldu. Mənim hətta bir yazım var, düzdür, tam məzmununu xatırlamıram, amma cümləni çox gözəl xatırlayıram. Sən gedəndən yaşım sıfırlandı mənim. Həmən yaşımın sıfırlanma mərhələsindən sonra mənim üçün müdriklük nədir, fəlsəfə nədir, həyat kredom nədir desəz, bir mənalı şəkildə aydınlıq və özünü dərklə aydınlıq və şükranlıq. Bu oyunu oyunçu aparmaz. Məhəbbət əzəli məhkumiyyətdir. Leylidən, şirindən qalan ibrət, qazansan da məğlubiyyətdir. Odlara, daşlara atdıran nifrət, dansan da məhəbbətdir. Elə bir yarışdır, udan qazanmaz. Mükafat bəlkə də məhrumiyyətdir. Bu oyunu oyunçu aparmaz. Məhəbbət əzəli məhkumiyyətdir. Əslində burada mövzu heç də məhəbbət deyil. Daha çox onun məhkumiyyət olmağındadır. Sizi bilmirəm, mən məhəbbətin məhkumiyyət olan dövründə yaşamağı istərdim. Təki boş-başa bəzəklər rəsmiyyət olmasın. Nigar xanımın uğur kodeksi. Ardıcıllıq, müntəzamlıq, yenə nizam, intizam, səhman, sözə sədaqət, soyuqqanlılıq qədərində ki, bu da bərabərdir özünü kontrol, zamanla paranın bir-birinə bağlılığını zamanında dərk etmək və bütün bu dediklərimin insan olmağı ixtisar etmədiyini dərk etmək. Dərin təşəkkürümü bildirirəm. O qədər gözəl danışdınız. İnanın ki, çox verilişlərimiz olub. Qonaqlarımızın hər biri mənim üçün inanılmaz dəyərlidir. Hörmət edirəm hər birinə. Amma sizin verilişdə də bir ayrı hisslər keçirtdim. Başqa bir həzin notlarda getdiyimi, bilmirəm, daha sakit, enerjiniz, nitqinizin gözəlliyi. Yəni məni məndən aldınız. Bizi izləyən tamaşaçılar da sizin ifadə etdiyiniz fikirlərdən özlərinə bir dərs deyimmi, bir yollarına davam etmək üçün bir istiqamət olaraq bir sözləri götürəcəklər həyatlarına, o sözlərlə rəng qatacaqlar. Mən sizə dərin təşəkkürümü bildirirəm. Və mən istəyirəm ki, sizə kimi dəyərli bir xanım bizim verilişimizlə bağlı təəssüratlarını bölüşsün. Mən təşəkkür edirəm ki, məni dəvət etdiniz və istəyirəm biləsiniz ki, bu yaranan abu-havanın müəllifisiniz. Həm verdiyiniz o güvən, sən demə biz sizlə tamam başqa əlaqələrlə də bağlıyıq. Nə xoş təsadüf. Mən bunların hamısına təsadüfdən doğan zərurət deyirəm. Zərurətdən doğan təsadüf yox və mənim həyatım göründüyü kimi, bilmirəm, bəlkə də qısa olacaq, amma bu qədər sürət və təsadüf yenə də normal və yaxud da anormal nə olduğunu bilmirik. Bu nisbidir. Amma kiminə görə bu qədəri fazladır. Bu da mənim bir növ indidən artıq yazılmağa başlayan hekayəmdir. Siz də o təsadüflərdən birisiniz. O rahatlığı, o güvəni, bu dalğanı verən əslində siz oldunuz. O qədər ki, mən bu batmır səsimlə də bura gəlmək istədim. Çox sağ olun, minnətdaram, təşəkkür edirəm. Bax belə, bugünkü verilişimiz də sona çatdı. Xatırladım ki, verilişimizin baş sponsoru Cibar platformasıdır. Gələn görüşlərə qədər. Bunu xəyal edən sahibkarların xəyallarını gibaro.com-la gerçəkləşdiririk. Satın alma, auksion, endirim və kampaniyalar, vakansiyalar və bank xidmətləri artıq bir platformada. Dünyada analogu olmayan bu platformanı həm internet saytı, həm də mobil tətbiq olaraq istifadə edə bilərsiniz. Biz sağlam əlaqələr inşa edirik.